Mənə dedi ki, Elşən, o köhnə böyünü saxlayıb, təzə böyünü açıb özünə. Yəni dondurmayıb ha. Sadəcə alver dayanıb deyə vergidən birbaşa siqnal gəlib ki, nə oldu birdən-birə ayda 200 min, 300 min alverdən alveri dayanıb, başqa bir böyün açıblar. O pulu ona ödətdirdilər. Gəldilər, yoxladı, baxdı, dedi, hə, alver olsa pul yoxdur, sənin faiz mənfəətin var, nə ilə tutuşdururlar bunu? Bayaqki sözümün əksini danışıram bu dəqiqə. Çünki bu adam gedir, hər ay 30 min nağlaşdırır. Birinci gəlib vergi deyir ki, nağlaşdırdığın pullar hardadır? Kassa məxariclərin varmı? Nə vəsaitlərin hərəkəti, kassa kitabı yoxdur, daha başqa cavabı da yoxdur. Ya bir aç şkafı pulu göstər mənə, yarım milyon pul hardadır? Yoxdur. Avtomatik təsisçi götürüb 5% ilə bu canını qurtardı. Burada qabağa düşdü, təzə oldu söhbət. O pulun 5%, 20-30 milyondan pul aldılar. 20-30 min pul aldılar qanuni formada. Bunu sıfırladılar. Aydındır? Yəni yığın bura qalsın, vergi görün, hesabatda kimdə baxın, bu dəqiqə baxırlar. Bu dəqiqə vergi baxır, hər ayın növbəti ay olduğuna kimi bank çıxarışları period olunur dövlət vergi xidmətinə, məlumatlar analiz olunur, təkrarlanan əməliyyatlar diqqət çəkilir, nəticələndirilir və sahibkar üçün tətbiq edilir. Bu məsələ diqqətinizdə qalsın. Böyle bura pulu elə yığın. Təsdiq edin ki, ödəmə. Məndə bir sahibkar var, onda 20 mindir, 30 mindir, nəsə belə bir şey var. 20-30 min var, bu il var ki, onu ödə. Onu bir formatda sıradan çıxartdı. Bir formatda sıradan çıxartdı. Pulu götürsəydi daha 20-30 min almaz. Alardılar. Onda da alardılar. Onda da alardılar. Pulu necə? Pulu göstərsəydi, hansı halda almazdılar? Vergiyə deyə bilər ki, mən nağlaşdırmışam, pulu qoymuşam şirkətin kassasında, şkafdadır. Dəmir kassada misal üçün. Onda isbatdasa yarım milyon pulu kim ödəsə? Nağlaşdırır, pulu ehtiyacı var, gedib borcu versin, xərci versin, ev alsın, məsələn, versin. O pul yoxdursa ortada, o avtomatik olaraq dividend formatında analoji olaraq elə hesablanır. Analoji olaraq elə hesablanır dəyərli yoldaşlar. Yenə də realda düzgün eləsəydi, ödəyəcəkdi, belə də vergi əlindən aldı, onu elədi qanuni formada. Aydındır? Yəni vaxtında eləyin bunları. Sonra gəlirik emissiya gəlirlərinə. Bu emissiya gəlirləri kapital ehtiyatları marjına çox qalmayacaq bu qədərdə. Emissiya gəlirləri səhmlərin təqdim edilməsi ilə bağlı olan məsələləri özündə əks etdirir. Səhm buraxmaq deyə bir məsələ var. Misal üçün siz bilmirəm sizin təcrübənizdə olub yoxsa olub, bilmirəm biraz qırağa çıxıb mövzudan. Burada belə söhbətlər üzrə normaldır. Belə danışmalıyıq məsələləri. Dərsin praktiki yönündən yayındır. Zaten bunlara belə istifadə olunmur heç. Mən misal üçün investisiya ilə məşğul olmuşam. Səhm çox almışam, satmışam. Ən sonunda bu ABB-nin investisiya saytı, ABB investisiya belə deyir. Bir neçə il qabaq aktual o işlə məşğul oldum. Bu məsələ nədir? Şirkətdə səhm buraxır. Biz misal üçün Nvidia-nın səhmini alırdıq. O vaxt ona bölündü, o birləşmə ona bölünmə getdi, o əlaqələrdə almışdıq. Misal üçün səhmimiz tədavülə buraxıldı şirkət. Misal üçün deyək ki 30 dollardan. 30 dollardan bazardakı rəqabətə əsasən 32 dollardan satılır. 2 dollar olur emissiya gəliri. 2 dollar emissiya gəliri kimi burada qeyd olunur. Yəni nominal dəyərdən, təyin olunmuş dəyərdən daha baha qiymətə satılması zamanı ortadakı fərq olur emissiya gəliri. Bu nə demək deyil. Deməli, bir var şirkətin təsisçisi öz payını satır başqasına. O deyil ha. O deyil. Bu şirkət səhm buraxır. Buraxır ki, zaman alsın investisiya, pul gətirsin şirkətə. Bu onu deyil. Bu o qədər aktual deyil. Bununla bağlı nümunələr DRF-nin əmrində var. Bu əmri əgər sizə verməmişəmsə, bir dəfə bir yadıma salın, yəni dərsin fasiləsində göndərərəm sizə. Sonra kapital ehtiyatları var. Kapital ehtiyatları adətən xalis mənfəətdən ayrılır. Misal üçün bizim burada deyək ki, bu il 120 min xalis mənfəətimiz olur. Təsisçilər deyir ki, 20 minini kapitala yönləndirək, qalsın orada istifadə edək. Yəni avadanlıqda nəyisə istifadə edək. 20 mini sivil sərmayədən gətirib burada eləşdirəcək. Bununla bağlı nümunələr baxarsınız. Bu yer aktuallıq daşımır, amma dövlət təşkilatlarında daha aktualdır belə demək olar. Sonra ən vacib nöqtələrə gəlirik. Ən vacib nöqtələrə 2-3 dənə bölmədən ibarətdir. Bu aşağı hissə 3 bölmədən ibarətdir. 2.1-dən, 2.1-i bitirdik. 2.2-dən və 2.2 hissədən 2.1 və 2.2-dən ibarətdir. Yəni kapitaldan danışdıq 5 bölmə edirik öhdəliklər. Bu öhdəliklər hissəsi daha vacibdir, nəinki yuxarı hissə. Yəni praktik olaraq burada biz başımız işlədirik. Bu özü bölünür, baxın kreditor borclara. Bu aşağıdan başlayır. Yəni bu yazılış hissəsi buradan var. 2-2-1-1, 2-2-1-2, 2-2-1-3, 2-2-1-4, 2-2-1-5. 5 hissə budur. Bir də axırda bu 2 dənə var. Yəni bu demək istədiyim odur ki, 2.2 özü 3 yerə bölünür. Ümumi bu bölmə, bu aşağı bölmə 2 yerə bölünür, 2.1 və 2.2-yə. 2.1 5 yerə bölünmüşdü danışdıq. Nizamnamə xalis və sair. 2.2 3 yerə bölünür. 2-2-1, 2-2-2, 2-2-3. 2-2-1 kreditor borclardır, 2-2-2 gələcək dövrün gəlirləri, sonuncu da öhdəliklər. İndi burada biz nəyə diqqət edelim? Birinci gəlir bank kreditləri. Deyir ki, kreditor borc statusunda gedir ümumi anlamda. Deyir Elşən kreditin varmı? Deyirəm bəli, mən Paşabankdan bu il 250 min kredit götürmüşəm. Sahibkarlıq krediti 250 min. 250 mini yazırsınız bura. Sonra, misal üçün bu krediti götürmüşəm avqustun 1-də, artıq avqustun sonu, sentyabrın sonu, oktyabrın sonu, noyabrın sonu, dekabrın. 5 ay artıq ödəniş ödəyəcəm. Bu il nə qədər ödəmişəm? Bu il misal üçün 17.500 manatını artıq ödəmişəm əsas məbləğdən. Faizlər burada iştirak edir, faizlər aşağıda olacaq. Bu əsas kredit borcudur, bu da onun silinmiş hissəsidir. Yəni sahibkarın ödədiyi hissədir, borcunu azaltdığı. Bu 232 min kredit qalır. Gələn il bu 232 min olacaq sütun 1-də, azalda gedəcəksiniz. Misal üçün gələn il belə olacaq. Deməli 232 min deməli olacaq əvvələ qalır da bu hissədə. Təzə yenə kredit götürdüm, 100 min yenə götürdüm. Hə, artıq buradan silgi ikisi. Bundan nə qədər ödəmişəm, bundan nə qədər ödəmişəm. Hə, 170 min ödədim. Növbəti 162 min olacaq əvvələ qaldı, amma siz öz kreditlərinizin usotunu özünüzdə aparırsınız. Usot özü məhsulat sotunda, vergi sotunda, məhsulat sotunda aparılır. Vergi sotu üçün lazım olan dataları götürüb yazırsınız bura. Yəni nə qədər götürmüşəm, kreditin daxil olması, kreditin silgisi və sair belə. Bu formada əməliyyatlar tənzimlənir. Və bir məsələdə diqqətinizə çatdırım ki, ya bitirim sözü çatdırıram, biraz gözümüzün odunu almaq üçün də yaxşı mənada, yəni qorxmamaq üçün deyirəm. Sözü və frazeoloji birləşməni götürüb işlətməli. Yəni qorxmamaq üçün bəzi yanaşmalarımız var, onlardan danışaq. Bu mən də bu həyəcandan keçmişəm, bax qorxmuşam, o mənfəət vaxtı gəldi. Vay bu nə tər olacaq? Adamın bir həyəcan duyur, adam narahatsa dəyməz narahat olmaq. Sonra gəlir. Bank kreditlərini keçdik 2-2-1-1, sonra gəlir 2-2-1-2. Alınmış avanslar. Bundan biraz danışmışdıq. Şimdi alınmış avanslar bu il sənə kimlər avans ödəyibsə bura yazırsan. Biz bunu hardan bilirik? Praktik olaraq ƏDV ilə müqayisə yaratsaq. Əlavə dəyər vergi bəyannaməsinin 3 nömrəli əlavəsi, 4 nömrəli əlavəsi, 5 nömrəli əlavəsi hamısında alınmış avanslar var idi də. 301-1-8, 301-1-2-7, azad olmada əlavə 5-də 341, 0 dərəcədə 302-7, sütun 2-lərdən söhbət edir. Nə qədər avans alınır? Sütun 2-lər. ƏDV-nin 3 nömrəli, 4 nömrəli, 5 nömrəli əlavəsinin müvafiq sətir, avans sətirlərinin sütun 2-si. Mənə bu il 240 min avans gəlir. ƏDV-siz rəqəmlər yazır, fasilədən sonra ƏDV-li hissəyə keçəcək. 240 min yazmışam, nə qədər qayməsini göndərmişəmsə MT seriyasına, aldığım avansın malını xidmətini vermişəmsə, 150 min vermişəm bu il, hə bunu silirəm buradan, 90 min hələ qalır. Bu formada yazılış verir. Dövlət büdcəsində vergi öhdəlikləri. Vergi öhdəlikləri sənin nə qədər vergin varsa bura yazırsan. Misal üçün, indi biz bu hissədə artıq vergini görürük axı. Misal üçün bu il mənim gəlirim olub, ümumi mənim vergim olub 10 min. Düzdür, 10 mini gətirib yazacaqsınız bura. 10 mini bura yazacaqsınız. Amma bundan bitmir. Bütün 12 ayın ƏDV vergiləri də yazılır bura. ƏDV hissəsində göstərəcəm. Mən bunun ƏDV tərəfinə keçməmişəm. Əmlak vergisi, torpaq vergisi, mədən vergisi, yol vergisi misal üçün varsa, bütün vergiləri bura yazırsınız. Ümumi balansçılıq da burada düzəldir. Vergiləri də bura yığırsınız, ümumi bərabərliyi düzəldir. Yəni vergilər də hesablanmalıdır. Əgər siz 10 min vergini bura yazmasanız, yuxarıda 10 min çox olacaq, aşağıda 10 min az olacaq. Yəni bərabərlik pozulacaq.
Belə. Vergini də ödəmisənsə buradan silirsən. Sonra gəlirik burada bunu əmrdən baxarıq, bu çox qalmayaq. Sayıl kreditor borcları ən vacib nöqtə. İndi burada kombinasiya yaradırıq. Sayıl kreditor borcları və digər öhdəliklər. Münasibət bunu qarşılayır çox. Sayıl kreditor borcun hesab sayıl kreditor borc, yəni ki bizim borcumuz, bizim alışlarımız və digər öhdəliklər. Ortadakından danışaq. Sayıl kreditor borcları və digər öhdəliklər necə tənzimlənir? Deməli dəyərli yoldaşlar, sizin cari ildə bütün alışlarınız, yəni elektron qaymə, bütün gələn qaymələr, mal xidmət fərqi yoxdur. Bütün belə deyək də, YGB-nin invoice, idxalın invoice dəyəri, yalnız maya dəyəri yox, invoice dəyəri. Burada da malın alış dəyəri, invoice yox. Malın alışı qaymədəki əsas məbləğ. Invoice dəyəri idxalın invoice-ındakı manatla ifadə olunmuş plus alış haqqı. Yəni il ərzində sənə gələn qaymələrin əsas məbləğləri, əslində ƏDV-si də gələcək birazdan, elə danışmayaq ondan. İdxalın invoice-unun əsas məbləği, əgər alış baş tutubsa, sən xarici avans ödəmisənsə, elə onun avans formatı ilə. Keçən dərs necə digər aktivlərdə keçdik, elə danışırıq. Invoice dəyəri, alış haqqı, bu sayıl kreditor borclarda və yaxud digər öhdəliklərdə biz əgər avans ödəyib sonradan qayməni almışıqsa yazılmır. Çünki biz onu keçdik zaten. Biz dedik ki, ödənilmiş avanslar ya 1.9-da xidmət üçün yazılır, ya 1.10-da mal üçün yazılır. Qaymə gələndə oradan silirik, malı qaldırırıq yuxarı, xidmət fəaliyyəti mənfəəti itir. Amma pulu ödəmədiklərimiz. Necə mən sizə burada debitor borclardan danışarkən demişdim ki, bizə ödənilən avans pulların qaymələri burada iştirak eləmir. Yəni bizim göndərdiyimiz qaymələr, necə ƏDV-nin debitor borcları necə işləyirsə, bunun da 1.4.2 ilə 2.2.1.5-ə elə işləyir. Kreditor borc alışdır. Alış tərəfində sən avans ödəyirsən, debitorda sənə avans ödənilir. Avansın qaymələrinin falan burada işi yoxdur. Mən sadəcə deyirəm ki, illik bu əməliyyatlar, misal üçün sənə illik gəlib ümumi burada deyək ki, misal üçün belə yazaq. 1 milyon qaymə gəlib, deyək 1 milyon idxalın invoice-udur manatla, 1 milyonda alış haqqı ilə alış olub, mal alış olub. 3 milyon. Amma deyirəm ki, bu 1 milyon qaymənin 400 minin mən avansını ödəmişdim. Deməli burada 600 min olacaq. 0.6 milyon götürəcəksiniz. Bir xaric. İran xaricə mən 200 min dollar ödəmişdim. 340 min manat. Deməli burada mən 0.60 min. Deməli burada mən 0.66 milyon yazacağam. Alış haqqında avans vermək demək olar ki, burada malı gətirib zaman pulunu verirsən. Ümumi olaraq bu oldu 2 milyon 260 min misal üçün. 2 milyon 260 min yazırsınız kreditor borca. Avansı yazmısınız. Bu digər öhdəliklə. Yəni burada yazırsınız. Misal üçün sizə bu il 700 min qaymə gəlir. Nə ithal var, nə alış haqqı. 700 min yazırsan bura. Avans da yoxdur. 100 min avansdasa 100 mini sil. Yəni avans dediyim pulu vermişəm, qaymə almışam. 600 min yazıram. Sonra sual verir ki, 600 min sənə il ərzində elektron qaymə gəlir. Onun nə qədərinin pulunu ödəmisən? Deyirəm 345 min 552 manat 13 qəpik. Bunu belə yazıram. Bu mənim kreditor borcumdur. Mənim zamanda qaymələr olan borcum. Bunu bu formada hərəkəti göstərir. Və yaxud deyək 600 min qaymədir, 100 min alış haqqıdır, 300 min də idxalın invoice-udur. 1 milyon manat yazıram. Avansları çıxmışam. 1 milyon hamısını ödəmişəm, sıfırlayıram. Belə. Aydındır? Amma digər öhdəliklərdə bəzi müasibət qaymələrin bəzilərini bu yazır, məsləhət deyil. Digər öhdəliklərdə nə olacaq? Qaymə ilə, invoice ilə və alış haqqı ilə olmayan məsələlər. Misal üçün hesablanmış əmək haqqı, əmək haqqından tutulmalar, kreditin faizi, bank komissiyaları. Nə çox şey saymaq olar da, bunlar qəbul olunur. Bunlar qəbul və yaxud ümumi bunları qəbul edə bilər. Ən çox bunlar istifadə olunur. Qaymə ilə bağlı nə varsa kreditor borca yazın. Ümumi məsələni özünüz üçün bu formada qəbul edə bilərsiniz. Və digər bir vacib məsələ. Qaymə yenə deyirəm, xidmətin qayməsidir, malın qayməsidir. Heç bir fərq eləmir. Qaymə əməliyyat nə əməliyyatda fərq eləmir. Mal xidmət iş. Kreditoru yaratmalısan, öhdəliyi də yaratmalısan. Ümumi olaraq misal üçün deyək ki, mənim bu il elektron qaymə ilə aldığım mal misal üçün 10.000 manat, alış haqqı ilə aldığım mal 5.000 manat. Misal üçün bu 7 dənə qaymədir misal üçün. Bunun içində mal da var, xidmət də var. Bu ancaq mal olur, alış haqqı ancaq mal olur, xidmət ola bilməz. Invoice, xidmət almışam xaricdən və yaxud mal almışam 3000 manat misal üçün, sonra deyirəm. Kredit faizi 1000 manat. Kapital banka ödəmişəm faiz hissəsi. Bank komissiyası 1000 manat. Sonra orada nədir? Hesablanmış əmək haqqı 10.000 manat. Tutulma işə götürəndən, yəni işçidən tutulma orada hesablanmış içində gedir. 3000 manat. Siz götürəcəksiniz bunları, yazacaqsınız 15 min, 18 min yazacaqsınız bura. Kreditor borca 2215-ə. Pulunu sonra bu 1000, 10 min, 15 min də bunları da yazacaqsınız aşağıya. 15 min də bu yazacaqsınız. Sonra 15 mindən misal üçün deyirsən ki, tutulmaları da ödəmişəm, əmək haqqını da ödəmişəm, kreditin faizi hamısını ödəmişəm, silirsən. Ya deyirəm ki, əmək haqqı qalıb 1000 manatı. Sənin 1000 manat borc qalıb, hər şey ödənilir. Gətirirsən burada 14 min silirsən. Bu formada bu ikisini yadda saxlayaq. Bunu başa düşsəz hesabat bərabərliyini tapacaq. Sonra gəlir burada gələcək dövrün gəlirləri. Necə ki, gələcək dövrün xərcləri var, eyni formada gələcək dövrün gəlirləri məsələsi də var. Çox vaxt istifadə olunmur, elə alınmış avanslara bağlayırıq. Biz burada alınmış avansları praktik olaraq özümüz üçün mallara münasibətlə istifadə edirik adətən. Misal üçün bizə bu il 100 min avans gəlib, bunun 90 mini malları satmaq üçün olan avansdır. 10 mini də xidmətlər, gələcək xidmətin avansı gələcək dövrün gəlir formatında çıxış edir. Adətən bunu inzibati xərclərdən bağlı, icarəyə verənlərdə olur. Misal üçün siz icarə üçün çalışın ki, söhbət ƏDV əməliyyatlardan gedirsə, hamısını bura yazın. Yəni misal üçün bunu belə yadda saxlayaq. Bu xitrikoplar formatında bunu istifadə edə bilərsiniz. Deyək ki, sizə avanslar gəlir. Sizin fəaliyyətiniz nədir? Sizin fəaliyyətiniz taxta satışı. Taxta satışı üçün sizə 200 min avans ödəyirlər, plus ƏDV gəlirləri göndəririk keçirəm. Bir də siz taxta ilə yanaşı fiziki şəxs qoyunudur. Taxta ilə yanaşı da icarəyə avadanlıq verirsiniz. Sizə bir nəfər 3000 manat avans ödəyib ki, avadanlığı icarəyə götürəcək. Qabaqcadan verir. 200 mini yazın, alınmış avanslara 3000 min yazın, gələcək dövrün gəlirlərinə. Aydın ƏDV-siz olanları aşağı bağlayın. Mən ümumi deyirəm, bu ƏDV ödəyicilərinə münasibətdir. Amma normalda şirkət ƏDV ödəyicisi deyilsə, yenə bura bağlaya bilirsiniz. Yəni bu inzibati xərclərlə bağlı aldığınız avansları bura bağlayın. Gələcək dövrün gəlirlərindən, gələcəkdə o gəlirə çevriləcək. Amma digər avansları, bu sahibkarlıqla bağlı olan avansları, alınmış avansları yazıb sonra qayməsini burada silə bilərsiniz. Mən 10 min avans almışam ki, icarə göstərəcəm cəmaata. 10 minin, 4 minini qaymasını vurmuşam deyə silirəm, 6 mini qalır. 6 min manatı qalır. Çox şey dərinliyinə getmək olar. Dərinliklər çoxdur. Bunu bir formada belə tənzimləmək. Bəzən mən götürürəm heç yazmıram, belə yuxarı ilə bağlayıram ki, hesabat otursun yerinə. Çünki mən nəyi hesablayıram? Mən hesablayıram ki, ƏDV-dəki rəqəmlərdən tutulacaqlar, amma qanunvericiliyi pozmadan hesabatlılığı təmin edirəm. Xırda nüanslar çoxdur. Dərinliyinə keçsək, bunlara bir başqa bir formada izah etmək olar. Məsəl üçün adicə icarə başqa termindir, kirayə başqa termindir. Yanaşmalar çox eləmək olur. İcarə haqqında qanunda var. İcarə işlərlə məşğul olması, icarə haqqında qanun çox gözəl bilməlidir ki, hər hansı bir diskussiyada konfliktə fikir bildirmək. İcarə nədir, kirayə nədir? Bu ÖMV-nin 10% salınması, orada icarə var, kirayə var, indi məsələ dəyişsin, daha detallı baxarıq onlara. O məqam bax belə də baxa bilirik, Milli Məclisin saytında var. Bu detallara çox keçsək, indi gələcəkdə özünüz üçün yenə dayanmayın. Bu bəyannamə ilə bitdi, hər şey oldu, bitdi demək deyil də. Dayanmayın. O qrupa ki göndərmişəm, siz keçən dəfə Həsən istədi deyəsən, o qrupa sənəd göndərmişik, onları oxuyun. Ortasından başlayın. Qanunlardan başlayın, sonra qərarlara keçin. Ya qərarları oxuyun, sonra qanunları oxuyun. Məsələləri həll edin, sonra oxuyarsınız, ya vaxtınız varsa ayrıca belə. Bu formada bütün konfigurasiyanı bitirdik. İndi gəlin biz sizinlə çıxaq fasiləyə. Fasilədən sonra özünüzdən bir məsələ yazaq, pozaq.
Sizin qrupda yox, keçən dəfə başqa bir qrupda oldu bu. Mühasib özü burada məsələ yaratmağı bacarmalıdır. Misal üçün, 4-ü asasan, 4-də rəqəmləri yazarsan, başda verəsən ki, əmək haqqıdır, tutulmadır, kritik faizidir, müsbət məsələdən fərqlidir, mənfi məsələdən fərqlidir. Onlardan da danışarıq. Mənfidə nə olur, müsbətdə nə olur? Bunu burada özü 4-də bir məsələ yaradıb, bura yığmağı bacarmalı. O bacarıq varsa, əlavə bir də sizin qarşınızda kimsə dura bilməz. Yəni onlardan danışarıq. 5 dəqiqə çıxaq fasiləyə, sonra qaydaq, bir dənə məsələ həll eləyək. Məsələdən sonra keçək ədəbiyyat. Ədəbiyyat 15 dəqiqə vaxtımız aparacaq. 15 dəqiqə məsələ eləyək, 15-20 dəqiqə özümüzdən məsələ yaradaq. Məsələ dərsi deyil. Əsas məsələ gələn dərs olacaq. Əsas məsələ gələn dərs olacaq, 2 saatlıq məsələ olacaq. Bu gün də hazırlıq işi görək. Belə icazənizlə sualınız varsa buyurun. Sualınız varsa buyurun. İndi məsələni mən burada dolduranda sizə daha aydın ola bilər. Deyərsiniz ki, bu mən artıq indi başa düşdüm. Bəlkə də danışanda mənə bəzi yoldaşlar yaxşı başa düşün. Baxın burada 27 min xarici mənfəət var. Bu realdır. Bu kişinin 27 min qaldı. Görün pul gətirə bilirsən, bunu gətirə. 27 min 5%. 1300 manat verməli ki, sıfırlansın. Belə dəyərli yoldaşlar. Fasiləyə çıxırıq, zəhmət olmasa 5 dəqiqəlik fasilə, 4-5 dəqiqə, ondan sonra dərsimizə qaldığımız yerdə davam edək. Bir məsələ yaradaq. Sonra məsələni çətinləşdirməni. Bizim də sizin işlə bilirsiniz yəni ki, məni. Bizim də sizinlə burada özümüzdən mini bir məsələ yaradaq. Sonra məsələni çətinləşdirə bilərik. Yavaş-yavaş çətinləşdirə bilərik. Ümumi olaraq gəlin bir sadə burada özümüz üçün cədvəl yaradaq. Cədvələ uyğun addım ataq. Yəni yaradıcılıq belə deyək də, bu yaradıcılığı bacarmalıyıq. Yəni məsələyə keçməmişik. Deyək ki, bir şirkətimiz var. Şirkət həm işlə bilirsiniz, fikir bildirin xahiş edirəm. Özümü tənha hiss edirəm. İşlə bilirsiniz. Bəli, eşidirik inşallah. Çox gözəl. Gəlin bir data yaradaq. Şirkət həm mal satır, həm xidmət satır. Universal iki fəaliyyətin mənfəət bəyannaməsini tərtib edir. Universal. Bunun deməli mal alışı da var, mal satışı da var, xidmət də göstərir. Gəlin birinci satışı yazaq. Sonra əlavə bir formatında işləyək. Satışı yazaq, debitorlarımızı bilək, kreditimiz var, mal hərəkəti, pul hərəkəti, alışlar, öhdəliklər və s. belə. Ümumi yazırıq ki, misal üçün gəlin belə göstərək, düzəldərək, mən yazım nəticə çıxardar. Bütün pozisiyaları yazıram. Bütün pozisiyaları yazıram. Ədəbiyyətsiz verirəm rəqəmləri. Bu bizim cari ildə malların satışıdır. Satış mallar. Satış malı. Mal satışı birinci ədəbiyyat əsas məbləğdir, ikinci də bunun ödənişidir. İkinci də bunun ödənişidir. Bu formada özümüz üçün qəbul edirik. Sonra gələk paralel bundan bir dənə də yaradaq. Satış xidmət üzrə. Deyək ki, xarici ixrac xidmətimiz yoxdur, misal üçün yoxdur, bəzi fərqlər yaradaq. Qaymə ilə xidmət 100 min olur, enka ilə enka da ola bilər, olmaya da bilər, qəbz ola bilər, 50 min də enka ilə xidmət olur. 100 minin 85 min almışam, 50 minin də 50 minini almışam. Bu da oldu xidmət tərəfi. Sonrakı hissədə gələk alışlarımıza. Mal alışları, xidmət alışları və sonra öhdəliklər. Yenə belə bir pozisiya yaradaq özümüz üçün. Alış, malla xidməti qatın, alış. Alış bizdə qaymə ola bilər, ithal ola bilər. İthalı da istəyirsiniz qatın. İthalı da qatın, çünki burada başqa bir də alış haqqı ola bilər. Gəlin bunu da qataq. Alış haqqı. Burada məsələ nə? Burada ithalda biz invoice yazmalıyıq. Bizə bu birazdan lazım olacaq. Gömrük ödənişlərini ayrıca lap çətinləşdir bu. Gömrük ödənişlərini ayrıca parçalamalıyıq. Mən bayaq sizə demədim. Bu digər ötəliklərə gömrük ödənişləri, rüsumlar, yığımlar da yazılır. Məsələmizdə var zaten. Digər ötəliklərə bağlanmış. Bu belə. Bunu da yazdıq, alış mallar. Sonra gələk, rəqəmləri dəyişmədik, gözləyin. Deyək ki, misal üçün 350 min çox oldu gözləyim. 200 min mal almışam, bunun 150 minini ödəmişəm. Xaricdən misal 51 min manatlıq 30 min invoiceləri ilə mal almışam, bunun pulunu ödəmişəm. Alış haqqından da 49 min mal almışam, bunun da pulunu əhaliyə ödəmişəm. Bu belə. Sonra gəlirik nə yaradıq? Ambarın servisini yaradıq. Ümumi olaraq ambarın servisini yaradıq. Deyək ki, ambarımızda mallar nə qədər malımız olur? Mallar budur. Biz indi burada maya dəyəri məsələsi var, yaxşı bunu saxlayaq gözləyək. Bunu belə eləməyək. Biz bilirik ki, ithal gömrük bəyannaməsini sizdə keçmişdik. İthal gömrük bəyannaməsinin B qrafası var idi. Hesablamanın detalları. Orada 02, 19, 20, 32, 75, 85, 30 bütün ödənişlər var. Ədəbini qatmırıq. Gəlin bunu mən açım buradan sizə göstərim. Maya dəyəri üçün gələcəkdə lazım ola bilər. Gömrük bəyannaməsini açım sizə göstərim. Gözləyək. Deməli gömrük bəyannaməsi, banking videolar, video webinar. Gözün ədəbi gəlir ithal. YGB əsas verir. Baxın buna. Baxın burada bu bunun invoice dəyəridir. 22-ci qraf bunları keçmişik. Bax bu invoice dəyəri 28490 dollar. Bizim məsələmizdə isə 30 min dollarda 1.70 almışam, 51 min yazmışam.
Sonra burada aşağıda bunun gömrük ödənişləri var. 32 ədəbiyyatı əvəzlə keçəcək. Bunun mayada işi yoxdur. Hələ ki ədəbiyyatdan ümumiyyətlə danışırıq. 02 ilə 20 gömrük ödənişidir. 02 yığındır, 22 kalorsun, indi bunda 0 manatdır. 02 ilə 20-ni götürürük. Bu indi burada Excel-də yazıram ki, ambar olmayacaq. Bu gömrük ödənişləri olacaq. Ya tələsməyin, formatı dəyişək, tələsməyin. Öhdəliklər yaradaq. Yığın, rüsum, gömrük tərəfi. Yığın rüsum. Bu 75 ilə 85 ki var. Bunu adətən maya dəyərinə salmırlar. Ya da salırlar. Bu heç bir fərq yaratmır burada. Ümumi yoxsulluqda fərq yaratmır, amma salınmalıdır bəlkə də salınmalıdır. Onu əlavə xidmət kimi yazırıq. Bunun qaynaşı da bizə gəlir. Bunu alış əlavə xidmət kimi yazırıq, kreditor borca yazıb bağlayırıq. Yəni ondan da danışaq. Yığımı yazdım, rüsumu yazdım. Misal üçün deyək ki, 40 manat yığın olub ithallarda. 40 manat yığın da olmur, gözləyim elə. Ola bilər. 40 manat yığın, 40 manat ödəmişik GPS-ə görə. Rüsum deyək 5000 manatdır, 5000 manatı da ödəmişik. Sonra gəlirəm burada artırıram. Əmək haqqı ötəliklər daxil. Əmək haqqı misal üçün deyək 10.000 hesablanmış. 10.000-in 8.000-ni ödəmişəm, dekabrın maaşı qalıb. Sonra yazıram burada tutulmalar, şərti olaraq da belə tutulmalar. Bizim əsas cədvəllərimiz bunlar olacaq. Bunlarla işləyəcəyik gələn dərslərdə. Bunlardan burada hesab kitab edəcək və s. Tutulmalar misal üçün 2000, 2000-1700 ödəmişəm, dekabrın tutulmasını yanvarda ödəyəcəm. Sonra gəlirəm kredit ödəyəcəm birazdan. Kredit faizi 1500 olur, elə bu ödənilir. Bu ödənilir. Elə bu faiz yazsaq daha yaxşıdır. Komissiyalar, bank komissiyaları, komissiya misal üçün 2000 avtomatik çıxarışda düşür, pulu tuturlar. Sonra hələ ki deyək ki bunlar. Bu bizim ötəliklərimiz. İndi bundan sonra maya dəyərini hesablaya bilərik. Deməli, satış mallar, satış xidmətlər, alış mallar, burada bir artım eləyək, alış xidmətləri yazmadı. Onu da yazaq, ortaya salaq, axırda oxunuş verərik, sonra hesabata köçürürük. Çox rahat olacaq. Tələsməyək, deməli, bunu da götürək belə, buraya yazaq, alış xidmətlər. Xidmət alışlar, xidmətlər. Alış xidmətlərində ancaq deyək ki, iki formada ola bilər əslində. Xaricdən də ala bilərik, invoice-lə də ola bilər, qayna ilə də ola bilər. Lap qeyri-riskli ola bilər, gəlin yazaq. Deyək ki, 30.000 xidmət almışam, müxtəlif xidmətlər, 30.000-in 25.000-ni ödəmişəm. Xaricdən də 17.000 manatlıq xidmət almışam, 17.000-in hamısını ödəmişəm. Burada bu formada yazdıq. Bir də digər məsələləri burada əks etdirməliyik. Ambarı da yazaq, ambarı da yazaq, ambarı da yazaq, çünki ambar qaldı gedəcək. Ambar. Ambar. Ambar indi burada özümüz üçün bölgə yarada bilərik. Qayna ilə bağlı ambar. Bu alış mallar. Bu bizim üçün burada kreditora işləyir. Bu bizim üçün deyək ki, kreditora işləyir bunlar hamısı. Çünki qaynalar deyirik, yox kreditora işləyir. Bu ötəliklərə işləyir. Ambar üçün başqadır. Burada ithal var deyə maya dəyəri formalaşacaq. Mən gəlirəm EGF, YGB və alış haqqı. Alış haqqı üzrə üçlü ambar bölgəsi yaradıram bizim üçün. Üçlü ambar bölgəsi. Deyirəm ki, elektron qayna ilə alış malları da budur. Elə bu alış malları 200.000-dir. 200.000 deyil, 200.000 yazıram bura. Sonra deyirəm alış haqqı ilə 49.000-dir. 49.000-i yazıram bura. İthalda məsələ dəyişir. İthalda deyirəm ki, ambarda olacaq buradakı 51.000 invoice dəyəri, bu 51.000, bir də bu iki ödəniş maya dəyərinə gedir. 51.000 5000, 56.000, 56.000 40 manat. 56.000 40 manat yazıram bura. Bu da bizim ambarımız oldu. İthalda invoice dəyəri, yığın rüsum, başqa ödəniş yoxdur salmağa. İndi bu malın nə qədərində istifadə etmişəm. Malın nə qədərində satış məndə olub mallar üzrə, oy maşallah. Yarım milyon satış oldu mallar üzrə. Ambarım da nə qədərdir? Ambarım da lap az oldu. Ya bu 200.000-dir. Bir dənə sıfır az gedir. Ambarım da 305.000 manatdır. Deyirəm ki, bunun 198.000 satılıb, bunun 55.000 40 manatı satılıb, bunun da 48.000 manatı satılıb. Ümumi olaraq ambar 305.000 40 manatdır, bunun 301.000 40 manatı satılıb, ambarda 5.000 manat, 4.000 manat qaldı, 4.000 manat qaldı. Bu belə. Digər məsələlərə əlavə edək. Digər məsələləri gəlin əlavə edək. Bunlar yazıram bura digər. Digər pozisiyalar. Digər pozisiyalar nə ola bilər? Kredit. Birinci başlayaq NK-dan. Nizamnamə kapitalı, misal 50.000 nizamnamə kapitalı qoyulub və ödənilib deyək. Kredit əsas məbləğ 200.000, misal üçün də şərti. Bunun bir 15.000 ödənilib. Sonra dividend deyək. Dividend misal üçün deyək. Misal üçün 10.000 dividend ödənilib. Elan olunub 10.000 dividend ödənilib. Sonra deyək müsbət məzənnə fərqi. Müsbət məzənnə. Misal üçün 1000 manat. Misal üçün ümumi olaraq yəni pul ifadəsində də yazılır. Əməliyyatlarımız bunlar. Əməliyyatlarımız bunlardır. Bir dənə də çətinləşdirək, bir dənə də gətirək bura. Alınmış avans, verilmiş lap ağlaşdıraq. Görmək başlarda bilirik. Qarşıdıracağam hamısını bir-birinə. Verilmiş avans deyək, alınmış avansın 100.000 pul lazımdır bizə pul satmayacaq. Bunun 70.000 qaynasını yazmışam. Verilmiş avans 30.000-dir, 30.000-də 25.000 qaynası bizə gəlir. Bunu da yazdıq. Gəlin biraz da çətinləşdirək. Əsas vəsait. Əsas vəsait almışam. Nəqliyyat vasitəsidir 50.000 manata. Pulunu da pul vəsaitini satacaq. Pulunu ödəməmişəm. Sonra biz ödəmirik. Amma amortizasiya eləyəcəm. Bunu xərclərdə tanıyıram. Ümumi datamız oldu bu. Başqa oradan əlavə edə bilərik. Başqa bir şey yoxdur. Ümumi struktur bu olur zaten. Normalda bunlar. Başlayalım. Biz datanı doldurmaq üçün nədən istifadə edəcəyik? Nədən istifadə edəcəyik? Bunu sizin üçün böyüdürəm ki, daha yaxşı görəsiniz. Lap belə böyüdək, lap belə böyüdək. Okey. Ya belə yaxşı olmaz. Gözüm belə eləyir. Hesabatın doldurulma mexanizmi bizim üçün necə işləyəcək? Yuxarıdan aşağıya gedirik. Dərsimizə keçmişiksə, daxil olmanı da elə verək. Daxil olmanı da elə verək. O formada hesab kitabımızı aparaq. Bunları silirəm, rəqəmdə qoy düz qalsın da. Bunları silirəm hər ehtimal. Okey, bunu sildim, bunu sildim, bunu sildim. Siz də diqqətlə baxın, ola bilsin mən də insanım, səhv edə bilərəm. Bir də yorğunluqdan texnik səhvlər ola bilər. Başlayıram. Əsas vəsaitim varmı? Var. Gəlirəm bura. Deyək ki, məsəl üçün nəqliyyat vasitəsi. Əsas vəsait nəqliyyat vasitəsini buradan tapdıq. Gəlirəm bura. Deyirəm ki, nəqliyyat aşağıdan düşürəm. Əsas vəsait 50.000. 50.000 manat, 50.000 manatı götürürəm, yazıram nəqliyyat. Amma burada suallar çıxa bilər. Nəqliyyat vasitəsini almışam, istifadəyə buraxmışam, buraxmamışam. Buraxmışamsa bura, buraxmamışamsa aşağı 1.10 2 yazıram. Düzdür? Mən buraxmışam da bunu amortizasiyada eləmişəm. Yox, amortizasiyanı lap qarışdırarıq burada. Bir hissəsini salarıq xərcə, bir hissəsini salmayarıq. Bu hara getdi? Deməli 50.000-i yazıram. Nəqliyyat vasitəsi 25% amortizasiya olunub, 12.500-dir. Bu yazılmalıdır. Amortizasiyasını yazdım. İndi mən deyirəm ki, 12.500-ün götürdən baxaq. 12.500-ün mən 10.000-ini xərcə yazıram, 2.500-ünü gələcək üçün saxlayıram. Keçmiş dəfə verdiyi məcəlləsin 114.4-cü maddəsi, hesablanma hissəsindəki 247-ci sətir. 2.500-ü gələcəyə saxlamışamsa, demişdim ki, saldın xərcə salmadın, buradan silirsən. Buradan silirsən. Amma xalis mənfəət hesablayarkən 10.000-i götürürsən xərc kimi, 2.500-ü götürmürsən. 2.500-ün yeri yurdu bura olacaq. 2.500-ü gələcək üçün yazdım bura. Bu bağlanışı verdim. Hələ bu əsas vəsaiti nəyindən almışam, qayna ilə, alış haqqı ilə hələ onu heç danışmırıq. Onu aşağıda kreditora bağlayıram. Hələ o tərəf qaldı. Əsas vəsaiti bitirdim. Düşürəm aşağı, düşürəm, gəlirəm mala, materiala. Mallara. Mallara ümid edirəm ki, sizin üçün maraqlıdır. Bu yaradıcı olacaq da, çox gözəldir. Bunu yoldaşlarımla demək eləmir belə şey. Sizdən eləyək. Mallara gəlirəm. Mallar üçün mənə alış lazım deyil. Bu kreditor üçün mənə maya dəyəri lazım. Yəni ambarın özü, biz maya dəyəri hesabladık sizdən. Biz sizdən maya dəyəri hesabladık. Ambarın budur. Ambarın 305.040 manat. 305.040 manat malın mayası. 305.040 manatı mallara yazıram. 305.040 manat.
Sonra bu tərəfdən silirəm. Nə qədəri satılıb? Nə qədəri satılıb? Bu tərəfdə bu satış tərəfi. 301 min 40 manat. Bu ilki alverin mayası budur. Yəni ambardan çıxan mal budur. 301 40. Gəlirəm bura. 301 40 yazıram. 4000 ambarda. Bu nə bloka? 301 belə oldu. 4000 manat stokdan malım qalıb. Məsələn 5-6 kartdan mal. Bunu da yazdım. Düşürəm aşağı. Gəlirəm debitor borclar. Debitor borclarda satışa baxıram. Satışı burada vermişəm mal və xidmət üçün. Aşağıda da satış var ha. Bu hansı satışlardır? Bu o satışlardır ki, bunların qayməsini vurub pulunu almışıq. Qayməsini vurub pulunu alasaqdır. Amma aşağıda alınmış avansın da qayməsi var 70 min. 100 min pul gəlmişdi, 70 min MT seriyası ilə qaymə yazmışdı. Deməli mənim bu iki satışım 70 min budur. Bir də bunlardır. 70 min, bir də bunlar. Ümumi burada 650 min, o da 720 min satış oldu. Sadəcə 650 min satmışam. Enka ilə qaymə ilə pulu sonradan almışam. 70 minin pulunu qabaqcadan 100 mindən almışdım. Mən debitora 650 min salıram. Satılmış malların qayməsi enkası ifracı, satılmış xidmətlərin qayməsi də enkası. 650 min oldu səhv eləmirəmsə. 650 min manatı götürürəm, debitor borcu alıram. Sonra deyirəm, bu 650 mindən mən nə almışam müştərilər. Aldıqlarım budur. Bir də budur. 500 minin pulu alınıb. 150 min hissələr. 500 minin buradan pulum gəldi. 500. Düşünürəm, o cümlədən xarici borclar var. Məsələn, onu verə bilərik. Xarici borc ixracdır. 170 min ixrac, 85 min pul gəlir. Aşağıda informasiya tipli 650 min, 170 min ixracdır. 85 yuxarı qalxdı gözünüz. Bunun nidası olmayacaq, adam təmiz saç. 85 min düzəldi. Aşağıda məlumat tipli verdim ki, 650 mindən 170 min ixracdır. 500 pulunda 85 min ixracın pulu. Sonra gəlirəm pul vəsaitlərinə. Pul vəsaitlərini yazaq. Mənə aralardan pullar gəlir. Aralardan pullar gəlir, biz yenə kraskaları götürürük. Pulları tapırıq. Bu satışdır. Satışın pulu. Deməli bu gələn puldur. Bu gələn puldur. Alışda pul gedib, o lazım deyil. Alışda pul gedib lazım deyil. Burada pul gedib lazım deyil. Ambarda pul yox. Digərlərində. Nizamnamə kapitalı puldur, kredit puldur. Bu yox, üzr istəyirəm, bu ödənişlər tərəfidir. Bu kredit puldur, dividend çıxan puldur. Yəni müsbət məzəndə fərqli pul. O da pula gedir. 1000 manat dollarda qazanmışıq. Alınmış avans puldur, verilmiş yox. Pullar ancaq bu, başqa pul gəlmir. Pulun hərəkətinin daxil olma hissəsi bu. Gələ biz bu rəqəmləri cəmləyək. Deməli, bunu, bir də bunu. 851 min manat pul daxil olması var. 851 min manatı pul vəsaitlərinə daxil olma kimi verir. Pulun məxaricini axırda verək. Onu çünki mən yazmışam, verək. Onu da verək. Pulun məxaricini verək. Pulun yenə rəngləri götürək, təzə rəng verək ki, qarışdırın. Pulun məxarici. Satışda məxaric olur, məqam olur. Satışda məxaric olur, məqam. Alışda məxaric olur. Bunlar gedən pullar. Bunlar ödədiyim pullar, alışıq xidməti ödədiyim pullar. Bunlar hamısı ödədiyim pullardır. Bax, yığın, rüsum, əməkdaşlıq tutulma faiz komissiya. Ambarda pul yoxdur, digər bu gələn puldur, bu gələn pul, bu gedən puldur. Kreditin ödənişi 15 min, 200 min, 15 min ödənilir. Dividend bu gedən puldur, 10 min ödənilir. Müsbət məzəndə gedən pul olmur. Alınmış avansda gedən pul olmur, verilmiş avansda gedən pul olmur. 30 min avans ödəmişəm. Əsas vəsaitdə pul ödənilir. Gedən pulları da gəlin toplayırıq. Bunu toplayırıq dəyərli yoldaşlar. Bunu toplayırıq. Nə az pul getdi? 365 min 240 manat. 300 aşağıda görürsünüz. 365 min 240 manat. Yazıram da 365 min 240 rəqəmlər şərtli bir şey belə var. Bu da düz. Burada da başqa işimiz yoxdur. Başqa işimiz var. Avans ödəmişik. Yenə rəngləri götürürəm, çaşdırmasın bizi. Verilmiş avans mənim aktivimdir. Verilmiş avans mənim aktivimdir. Burada mən biraz tam yazmamışam, indi açıqlama verəcəm. 30 min manatı mən mallar üçün ödəmişəm. 30 min manatı mən mal almaq üçün avansı ödəyəndə yazırdım. Malları bura. 2500 əsas vəsaitim qalıb 30 min. 32500. 32500 avans ödəmişəm və onun deyək ki, qayməsi gəlirmi? Qayməsi bəli. 25 min qayməsi gəlir. 25 min qayməsi gəlir. 25 min buradan sivirəm. Qaldırıram yuxarı mallara. Bu ambara təzə mal daxil olur. Burada ambarı artırıram. Ambarı burada 25 mində artırıram. Deməli bunu gözünüzdən yaymışdım. Bu yuxarıdakı qaymələr ayrı bu. 25 mində ambarı artırdım. Ümumi ambarım oldu 330 min 40 manat. 330 min. Burada ambar mədaxili neçə oldu? bir də baxın. 330 min 40 manat oldu. Ambar çoxaldı. Malı görməmişdik gördük. Ambarı düzəltdik. Ambar qaldı 25 mində artıq. Bunları da yazdığım düşürük aşağıya. İşin ən gözəl tərəfi aşağıdır. Yuxarı deyil, aşağıdır. Nizamnamə kapitalı qoymuşuq. Yenə rənglərlə işini bu tərəf. Nizamnamə kapitalı deyək ki 50 min nizamnamə kapitalı olur. Düzdür deyil. 50 mini götürürəm, yazıram bura. 50 mini yazdım. İndi əsas məsələ xalis mənfəət. Xalis mənfəət. İndi gəlin görək. Hesablaya bilirik, yoxsa hesablaya bilmirik. Kalkulyator açırıq, Excel-dən də baxırıq. Siz də hesablaya bilərsiniz. Siz də hesablayın, mən səhv eləməyim. Səhvim olsa tapa bilərsiniz. Deməli, xalis bizdə azad olma yoxdur. Bütün əməliyyatlar vergiyə cəlb olunan. Mən satışımı çıxartmalıyam. Artıq burada avans məsələsi yoxdur. Bütün satış götürülür. Bu bir növ hesablanamır. Pul məfhumu qalır burada. Nə qədər alverim? Mənim alverim bunlardır. Bu mənim gəlirlərimi tapıram sonra xərclərim. Alverim deməli, satış, alış yox, öhdəlik yox, ambar yox. Bunun rəngini götürün, bu da satışdır. Baxın bir də burada, bu da satışdır. Bu da qaymədir. Avans pulu almışım. Deməli mənim satışım bunlar. Gəlirəm bura. Bunu da götürürəm. Bunu götürürəm. 720 min satış oldu. 720 min. Və ya bizdə debitor 650 min yarandı. Çünki avans orada yox idi. Avans 70 min olsa 720 min olur. Deməli bizim gəlirlərimiz 720 min. Yazırıq bura. Gəlirlər. Lap belə istəyirsiniz, belə də yazaq. Gəlirəm bura. Bu üstə gəl, bu üstə gəl, bu üstə gəl, bu üstə gəl, bu və üstə gəl. 720 min burada bizim üçün gəlir formalaşdı. Gəlirdən çıxılan xərclər. Gəlin xərcləri tapaq. Xərcləri qırmızı ilə verəcəm. Xərclərin birbaşa burada xərc yoxdur, satışdır, burada xərc yoxdur. Alınmış mallar xərc deyil. Ambardan çıxırsa xərc. Ona görə bunlar iş. Amma alınmış xidmətlər xərcdir. Pulla baxmır, bununla baxır. Qırmızı ilə verirəm. Bu mənim xərcimdir. Öhdəliklər hamısı xərcdir. Bunlar hamısı xərcdir. Birbaşa xərcə gedir. Birbaşa xərc məfhumu burada yaranır. Mal birbaşa xərcdir, amma bunlar birbaşa xərcdir. Əməkdaşlıq da xərcdir. Bir dənə səhv elədim, tələsməyək. Yığım məruzum xərc deyil. Bunu çıxardaq. Çünki yığım məruzum gedib malın mayasında xərcdə iş yox. Mal saxlananda silinir. Yığım məruzum olmayacaq. Əməkdaşlıq olacaq, tutulma olacaq, faiz komissiya, o səhvdir. Bunlar olacaq. Sonra ambarın mal çıxan tərəfi xərcdir. Bunlar ambardan çıxan mallardır, mənim gəlirdən çıxan xərcimdir. Sonra bunlar kreditin əsas məbləğidir. Dividend xərcləri müsbət məzəndə gəlirdi. Gəlir nəzarəti bir dənə səhvimiz gedir gözünün xərcdir. Bir də qaldı amortizasiya. Biz amortizasiyanı gəlin biz belə eləyək. Burada gəlirdə səhv eləmişəm. Bu 1000 manat müsbət məzəndə fərqi də gəlirdi. Bu satışdan kənar gəlirdi. Bunun sonunda gəlməli. Bunu yaddan çıxartmışam. 721 min olacaq. Müsbət məzəndə fərqi də burada iştirak edir. Hətta biz orada desəm pulda da səhv elədik. Pulda da 1000 manatı nəzərə almadıq, səhv eləmirəmsə. Pulda da nəzərə almadıq. Qayda yox. Çox güman ki nəzərə almadıq. Bir də baxın ona. Burada görürsüz xəttlər qarışır. Pulda da 1000 manatı nəzərə almadıq. Gözünün satışın pulu, alış, öhdəlik, ambar, alınmış avans, nizamnamə, kredit. 850 min nəzərə almamışıq. Almışıq. 850 min almışıq. Qaydıq. Deməli biz xərcləri tapırıq. Gələk burada belə eləyək. Deməli xərclər bərabərdir. Gəlirdən çıxan xərclər bərabərdir.
Bu xidmətlər, bu 30 min, bu 17 min, üstəgəl əmək haqqı, üstəgəl tutulma, üstəgəl faiz, üstəgəl komissiya. Sonra mallar, ambardan çıxan mallar. Ambardan çıxan mallar, kredit ödənilən hissəsi yox, dividend yox, müsbət yox, alınmış avans yox. Bir də üstəgəl 10 min manat. 10 min manat əsas vəsaitin xərci qalan hissəsidir. Mənim xərcim çıxdı 373.540 manat. Yəni ki, səhvimiz yoxdur. İndi mənfəəti tapıram. Mənfəətim olacaq, gəlir çıxılsın xərc. Çıxıram gəlirdən xərc. Gəlirdən xərci çıxdım. Vergini tapıram. Vergi də edir bunun 20% heç bir gücləşdirməsi deyək ki, yoxdur. Üzr istəyirəm. Bunları tapdıq. Xalis mənfəətimi gətirdik. Xalis mənfəətim bu. Xalis mənfəət budur. Bax, xalis bərabərdir. Mənfəət çıxılsın vergi. 277 min xalis mənfəətini formalaşdır. 277 min xalis mənfəətin burada formalaşır. Xalis mənfəəti götürürəm, gətirirəm, yazıram xalis mənfəət bura aşağıya. Xalis mənfəət hissəsini. Deməli, harda qaldı bu? Bura. Bura yazıram. Sonra deyirəm ki, mən dividend ödəmişdim 10 min manat. Dividendi silirəm. Dividendi 10 min manatı buradan silirəm. Bu belə. Emisiya yoxdur, kapital yoxdur, kreditor borclar var. İndi gələk burada biz rəngləri götürüb biz çaşdıracağıq. Kreditor borclar dedik ki, alışların qaymə, alış haqqı və invoice tərəfidir. Satıldı. Avanslar nəzərə alınmır. Satış, alış. Bax, bunlar bizim olacaq kreditor borcumuz. Hə, amma bununla bitmir. Xidmət də olur bizim kreditor borcumuz, mal da xidmətin alışı da. Və bir də əsas vəsaiti də mən qayna ilə almışam. 50 min. O da mənim kreditor borcumdur. Amma bu da mənə gələn qaynadır. Amma bu avansın sonradan alışı idi. Bu kreditor deyil. Bu başqa formada bağlanır. İndi gəlirəm burada cəmdir. Kreditor borclar. Bu 50 min ümumi olaraq 397 min manat kreditor borc var. Bu çox tələsdirir mən. Gözləyim aşağıya yazım belə. Bu ayrılaq ən yaxşısı. O birlərin asan. 397 mindən nə ödəmişəm, nə ödəməmişəm ona baxaq. Bunu ödəmişik, maşının pulunu ödəməmişik. 292 min pul ödəniş oldu. 292 min. 292 min buradan sildim. Bunu da ötəlik də yazaq, sonra kredit yaddan çıxıb onu da yazaq. Ötəliklərə gələk. Ötəlikləri yazanda isə, bunları tam götürmürük bunları. Yığınlar üstündə gömrük qarşısında ötəliyimizdir. Əmək haqqı işçinin qarşısında ötəliyidir. Tutulma dövlətin qarşısında ötəliyidir. Faiz bankın qarşısında, komissiya da bankın qarşısında. Ötəlikləri toplayıram 20.540 manat edir. Bir də baxın 20.500 kredit, dividend, müsbət alınmış. 20.540 manat gətirirəm aşağıda. Ötəlikləri yazıram. Bunun ödəniş tərəfi də budur. Toplayıram 18.240 manat. 18.240 manatı silirəm. Bunu da yazdım. Sonra bizdə burada qaldı deməli alınmış avanslar və vergilər. Alınmış avans nə qədər idi? Bizdə alınmış avans 100 min idi, 70 min qayməsini vurmuş. Yazıram bura. Alınmış avans 100 min, 70 min qayməsini də silirəm. Vergim nə qədərdir? Vergim budur. 69 min vergi var. Niyə belə verdi? 69 mində vergini mənfəət vergisi, başqa vergi deyək ki, yoxdur. Bunu da yazıram. Ümumi olaraq bütün dataları doldurdum. Mən bir şey var. Onu yoxlayım, neçələrdən çıxmadan bir rəqəm var. Onu toplayım, görüm pul vəsaiti düzdür yoxsa yox. Kilos 292. Bitirmişik, hazır. Bərabərlik çıxmalıdır. 70 min. Ücretlə səhv verdim. 70 min pul deyil. Yəni gedən pul 18.292 min, 10 min dividend, 10 min dividend. 320.240. Biz puldan 365 min silmişik. Burada düz gəlmir. Bir də baxaq. Nə pul yoxlayaq, pulda bəzən səhvliklər olur. Görün biz gedən pulları burada telefonla düz gəlmir. Gedən pulları bir də gedən pulları. Burada alışmaları var idi onların. Bir şey düzdür. Şey hesablamadı 30 min. Verilmiş avans 30 min kalkülatördən hesablamadı. 350 min 240. 350 min tələsməyək. 365 min 240. 15 min, 15 min puldu. 15 min düzlənmir. Bir də yoxlayaq tələsməyək. Buradan baxaq pulların əsası budur. Deməli, burada pul getməyib, alış. Burada pul gedib, bir də bunları yazaq. Bu pul gedib, bu pul gedib. Bu pullar gedib. Bunlar yox. Bu getməyib, bu gedib. 15 min kreditimdir. Biz krediti yazmadıq. Ona görə mənim kalkülatörümdə səhv çıxır. Biz kreditləri yazmadıq. Ona görə biz yazdıq bank krediti. 200 min kredit götürmüşəm. 15 min də kreditdən ödəmişəm. Bir də yoxlayım. Biraz. Deməli 18 ümumi buradan götürə bilərik elə 405 min 240 çıxılsın 70 min avans. 300 yox, gözünü bizə krediti yazmamışdıq. 18 min 240. Düzəldi. Baxaq bərabərlik 709 min 760. Hesabat düzdür. Bəzən nəyə görə baxıram? Mühasib buradakı rəqəmi götürür, puldan silir. Bu eləmək olmaz. O düz gəlmir. Ortada verilmiş avans, alınmış avans. Digər məsələlər varsa o düz gəlmir. Tutardı. Bərabərlik düzdür. Birinci sətrin 709 min 760 manatı, ikinci sətrin 709 min 760 manat. İndi gələk görək bu 709 min nədir? 709 minin aktivlərə ayrı baxaq, passivlərə. 37 min 500-ü əsas vəsaitin qalıb belə. Sonra 29 mini ambarda qalıb. Mal. 150 mini borclardır, debitor borclar. 85 sonra 485 mini pul vəsaiti. 7500'ü də 2500'ü amortizasiya qalıqıdır. 5000 də 30 min verdiyim avansın gəlməyən qayməsi. Bu belə. Buradan da 50 min zamanı kapitalı, 267 min xalis mənfəət, daha sonra 185 min kreditin qalığı, 30 min alınmış avansın vurulmayan qayməsi, 69 min vergi borcu, 105 min kreditor borcumuz, qaymələrin ithal vəsait pulu qalıb, 2300 də ötəlikdən qalan borc. Belə. Dəyərli dostlar, yəni kimsə qatı bu formada işləyir. Yəni bu qarışıq olur əslində. Çox da sadə olmaz. Çox da sadə deyil əslində. Siz də gələcək fəaliyyətinizdə, indi mən ana Excel-də verəcəm sizə, zaten bu Excel-i bölüşəcəm, bundan da istifadə edə bilərsiniz. Ona görə sizə deyirəm ki, bu dərs bitəndə mənfəəti bitirəndən sonra mənfəətə təkrar baxın. Bütün qeydlərinizi götürün. Yəni dərsi öz istədiyiniz formaya salın. Mənim danışdığım formaya yox. Öz başa düşdüyünüz formayla qeydlərinizi götürün ki, yəni məsələn falan hesabat yapmalısınız. Əgər qeydləri götürəndən sonra hələ də deyirsən, mən hesabatı yanında görməli edə bilərəm. Onu deyirsə eləməsin, yazmasın. O yazanda qeyd med götürəndə bu məsələ video təkrar baxanda özü doldursun, rəqəmləri dəyişsin, çıxartsın, belə nəticələndirsin özü üçün. Biz də öyrənəndə çox belə çalışmışıq, gecələr yatmamışıq. 4-ə 5-ə kimi indi də yatmırıq, indi işləyirik. Öyrənmə baxımından gecə saat 3-ə kimi, 4-ə kimi, səhər tezdən bu kitabı test eləmək. Onun mənim sözümdə mütəxəssislər, məndən də savadlı adamlar da elə danışır ki, 20 saat üçün ad tutmuram. Müəllimlərimizdə biri deyir ki, maşının nömrəsini pravotka kimi oxuyurdu. Məsələn, maşın məsələn 70 neçə, 50 neçə, 60 neçə falan hesablı. İkili yazılışdan danışır. Və üçlü yazılışa keçdi, maşının sağ tərəfindən nömrəsini. Ancaq xatirə fikirləşmişik də. O düşüncədə olub deyə artıq professionallaşıb olub mütəxəssis hal-hazırda minlərlə adamın qarşısına çıxıb danışır. İndi bu belə. Sadəcə biz ədəbiyyatı danışmadıq. Amma ədəbiyyatı danışmalıyıq. Bax, yorulmamısınız. Ədəbiyyatı bitirməliyik ki, gələn dərs məsələ verir. Çox uzatmayın. Yorulmamısınız yoldaşlar. İstəyirsiniz 3 dəqiqə fasilə verək? Mən biraz yoruldum. 3 dəqiqə fasilə verək. 15 dəqiqə işimiz qaldı.
3 dəqiqə 4 dəqiqə fasilə verək ki, ədəbi ağırdır, mən də düşünə bildim də danışanda. 3 dəqiqədə çıxar fasilə. Bu bir ilk oldu, bir dərsdə 2 fasilə. 3 dəqiqə fasiləyə çıxar, sonra 15 dəqiqə bitirər. Hə, 3-4 dəqiqə fasilə eləyək, zəhmət olmaz. Ayrılmayın dərsdən. Dəyərli yoldaşlar, qaldığımız yerdən davam edək icazə verirsə. Bu arada sizin qrupdan da qeydiyyata keçənlər var. Bizim bir komissiya məqsədi daşımır, istirahət məqsədi daşıyır. İstirahət və belə şəbəkələşmədə. Bazar günü səhər yeməyi görüşümüz var. Maraqlı olan şəxslər bugün 1 saat istirahət restorana verməliyik. İstəsəniz qoşulmaq, yoldaşlardan var burada. 25 manat xidmət haqqıdır, bir hissəsini biz qarşılayırıq. Orada çəkiliş falan da olacaq. Korporativ olacaq, qəşəng bir görüş olacaq. İstəsəniz yazarsınız, qeydiyyatdan keçərsiniz, qeydiyyatdan keçməyin. Sizin sertifikasiya mərasiminiz ayrı olacaq. O ayrı görüş olacaq. 4 qrup bir yerdə. Bu səhər yeməyi ayrı. Deməli dəyərli yoldaşlar, qaldığımız yerdən davam edelim. Bundan ayrılırıq. Yəni ki, məni işlədirsiniz. Deməli bizim məsələ burada nə olacaq? Əlavə dəyər veririz. Mən niyə bu ikili bölgünü yaradıram? İkili bölgünü ona görə yaradıram ki, birinci növbədə əsas məbləğlərdən danışaq, sonra alış və satışların ədəblərini gətirib yığaq bunların üstünə. Çünki ikisini bir yerdə yazanda mən özüm belə qarışdırıram çox vaxt. Yəni bu çox varsa qarışdırmıram. Rəqəmləri götürürəm. Yəni bu çox yoxdursa, özüm nəsə qurduramsa, hər şey nəsə düzü qoşuramsa, mənə də çətin olur. Ona görə də hansı sətirlərdə, hansı əməliyyatlar üçün ədəbi daxil olmaları verilməlidirsə, mən onları bildirəcəm. Və siz sizinlə bu kimi danışdıq, debitoru danışdıq, kreditoru buradan 142, 215, 115, almış avans, verilmiş avans, onları nə öyrətmişəmsə elə yazırsınız. Bundan sonra danışdıqlarımı o rəqəmlərin üstünə cəm edəcəksiniz. Məsələn, debitor 1 milyondursa, ədəbisi də gələcək 1 milyon 180 min yazılacaq. Aydındır? İndi başlayaq 8-9 hal üzrə bölgü yaratmışam. Bu bölgü şeylərdə yoxdur. DBX-nin əmrlərində yoxdur. Bunu biz qalmışıq bir neçə yoldaş baş bilən belə deyək, təcrübəmizdən, o birindən, bu birindən, provokasiyasından, maliyyəsindən birləşdirmiş hamısını bu formada uyğunlaşdırmışıq. Hesabatda əks olsun. Çoxlu ədəbiləri hesabata yazmır. Amma pul vəsait hərəkətidir. Ədəbi də puldur. Ədəbi də puldur. Pul olur kassada, pul olur bankda, pul olur depozitdə. Çünki ədəbi depozit hesabının çoxu gedir. Bir də pul olur artıq ödəmədə o heç. 4 yerdə pulumuz olur belə deyək. Deməli başlayaq. Başlıqlara baxırıq, yazdıqca saraldacaq. Birincisi bu saraldıran bundan başlayır. Burada nə vermişəm? Burada vermişəm ki, qaymə göndəriləndə ədəbinin yazılışı avanssız. Yenə avansı qalxır. Avans aşağıda. Bir qaymə satış yəni. Satışın avansı ayrı olmayan hissəsi. Bu il 1 milyon qaymə almışam. Onun 800 mini avans alınmamışdı, 200 min aldım. 800 mindən danışır. Enka qaymə fərqi yoxdur. Enka olsun, qaymə olsun, ixracda rədd ola bilər, xidmətlər ədəbi ola bilər, bəzi xidmətlər. Ümumi hamısı. Burada 360 min vermişəm. 360 min nədir? Deməli bizim 2 milyon satışımız olur. Söhbət satışımız 2 milyon olub. Bunun artıq ədəbisidir. NK qaymı hamısı bir yerdə. 2 milyon satış olub, 2 milyon ədəbisi 360 min manat. Biz gəlirik burada hesabatda, debitor borclarda, mən ədəbisi yazacağam. 1-4-2 2 milyon yazmalı deyildim. 2 milyon 160 min yazmalıyım. Çünki alacağım da mənim ədəbi. 360 min verirəm, 2 milyondan bir yerdə yazdım. Çünki əsas məbləğləri gətirsə beyin qarşı çox qarışacaq. 360 min yazdım bura. 360 min yazdım. Paralel olaraq da aşağıda da bağlanmalıdır. Aşağıda da 2-2 yazılır. Bunun yazılış qaydasını belə qəbul edirəm ki, çünki vergi öhdəliyi yanında buradan silib vergi öhdəliyini qaldırırıq. Çünki satış əvvəl başqa üzrə, indi başqa üzrə. Satış baş verən kimi ədəbi öhdəliyi yaranmır. Digər öhdəliyi aldırıq ki, öhdəliyi yaranacaq. Yəni mənim dövlət qarşısında öhdəliyi yaranacaq. Ehtimalı belə veririk. Ondan sonra sifir gedəcək, vergiyə gəlib çıxacaq. Hər şey yazılış belə. Deməli, satış baş verdisə, satışın ədəbisi yuxarıda 1-4-2 debitor borclarda, sütun 2-yə, aşağıda digər öhdəliklərdə 2-2-3-də sütun 2-yə yazdım. Avanslar hələ ki yoxdur. Bu yazılış belə verildi. Sonra düşürəm aşağı. Hələ dəyərli yoldaşlar, mən satmışam, hələ ədəbini almamışam, amma hələ ödəniş yoxdur. Əməliyyatın satışın sonunu yazıram. Mədaxil pulun sonunu yazıram. Bunu yazdım. Sonra yazmışam ki, pul bizə ödənildi. Pul bizə ödənildi yazmışam. Yuxarıdakı 360 min bizə ödənildi. 270 min ödənildi. Yəni 2 milyon satış olub plus ədəbi 360 min, onun 1 milyon yarımı bizə il ərzində ödənildi. Ədəbisi də 270 min ödənildi. Artıq burada dörtlü yazılış gedir. Pul gəldisə vergi yarandı. Bir də borc azaldı. Deməli birinci baxırıq buna. Necə yazmışdıq elə də silirik. 1-4-2-dən 270 min silirəm, 2-2-3-dən də 270 min. Burada artıq sütun 4-dür. Baxın burada diqqətlə baxın. Sütun 4-dür, burada sütun 2-dir, burada sütun 2 idi. Gəlirəm qalxıram sadə formada. Zaman öz pulunu verir ədəbisini 270 min silirəm puldan, debitordan, sonra düşürəm aşağıdan ötəlikdən silirəm. Belə yazsaq da başqa cür yanaşa bilər. 270 min belə. Bunu sildim, bu bitmədi. Silirəm bəs siləndən sonra nə olur? Siləndən sonra pulum çoxalır, vergim də çoxalır. Ədəbi gəlir, deməli pul vəsaiti artır, bir də vergi yaranır. Aşağıdan iki sütun 2-yə veririk. Sütun 2-də pul vəsaitini artırırıq, vergini artırırıq. Gəlirəm bura 1.5-ə. Hesab edin ki, buradan 270 min sildim, gətirdim pula yazdım 270 min. Bu belə. Aşağıdan da digər ötəlikdən 270 min sildim, gətirdim dövlət büdcəsinə vergi ötəliklərinə yazdım. Və yaxud belə deyil, rahat götürdüm, kopyaladım. Deməli, borcdan sildim, ötəlikdən sildim, gətirdim pula yazdım, sütun 2-yə, sütun 4-dən sildim, sütun 2-dən daxil olmadı. Bunu da yazmışam. Sonra düşürəm, bu satış bu qədər. Satışın avansını hələ oxumuram. Real qaymə bu qədər. İndi daxil olan qaymə. Gönül bəyannaməsi ayrıca deyəcəm. Daxil olan qayməni yazmışam. Hələ ki alışı yazıram, biraz da burada üçlü mərhələ olur. Burada ikili mərhələ idi, burada üçlü mərhələ. Necə üçlü mərhələ? Birinci qaymə mənə gəlir, onu bir yazıram. İkinci qaymənin pulunu ödəyirəm, ədəbisini. Onu bir yazıram. Üçüncüdə əvəzləşmə edirəm, onu da bir yazıram. Deməli,
daxil olan qaymə sözü nədir? Hə, burada. Daxil olan qaymə. Əgər bizə qaymə gəlib, deyək ki, bizə 1 milyonluq qaymə gəlib, 180 min ədəbisi var. 180 min ədəbisi var. Birinci bunu veririk bu hissəyə. 1.4-1-ə, çünki bu əvəzləşmə predmetidir, bu 1.4-1-ə baxır. Aşağıda da kreditor borcu. Çünki mənə 1 milyon 180 min manatlıq elektron qaymə gəlib. Bu kreditor borc deyil. Mənim zamanta borcumdur. Bayaqki kreditora yazılır belə. Deməli, 1.4-1-ə 180 min qalxıram yuxarıda bax burada. Dövlət büdcəsində vergilər üzrə debitor borc. 180 min yazıram bura, bu dövlətə satılır. Əvəzləşmə gedəcək belə. 180 min bura yazılır. Aşağıda da kreditor borclara 1 milyon yazmayacağam. 1 milyon 180. Hər iki 180 yazır. Mənim verəcəyim. Necə debitor yazdım, kreditorda yazdım. Bu belə bağlandı. Bu qədər sadə. Sonra gəlirəm aşağıda ödənişimi ödəyirəm. Ödəniş lap rahat. Elə silirəm də, ödədiyimi silirəm. Deməli ödəniş ödəmişəmsə, pul vəsaitindən 180 min silib, yəni puldan 180 min götürüb kreditordan azaldıram. 1.5 2.2.1.5. Gəlirəm bura yuxarıda pul vəsaiti 1.5-dən 180 min silirəm. Aşağıda da kreditor borcum hamısını ödədim. Hamısını ödəmişik istəyirəm, hamısını. 180 mində kreditor borcumu azaldıram ki, zamanında pulu ödəmişəm, də ədəbisini ödəmişəm. Bu da belə. İndi görək bəlkə heç əvəzləşmir. Bəlkə bu qeyri-kommersialdır, bəlkə qeyri-sahibkarlıqdır. Amma deyirəm yox əvəzləşir, əvəzləşir. Əvəzləşirsə 1.4-1-dən 180 min silirik, vergidən də 180 min azaldırır. Çünki əvəzləşmə vergini azaldır. Gəlirəm dövlətə deyirəm ki, ay dövlət, bu 180 mini 1.4-1-dən silirəm. Aşağıdan da bizim nə qədər vergimiz yaranmışdı? 270 min. Yəni il ərzində 1 milyon yarım pul gəlib, 1 milyon gedib. Milyon yarımdan 1 milyon gedib, yarım milyon qaldı. Yarım milyon ədəbisi 90 min. 180 min ödənişi siləndə 90 min dövlətə il ərzində 12 ay ərzində ədəbi vergisi vermişəm. 1 ay 5 min, 10 min, 5 min, 10 min, 12 ayın 326-cı sətridir. 12 ayın 326-cı sətri ədəbi hesabatı. Bunu da belə yazdım. Əvəzləşməni bir. Sonra düşürəm aşağı. Gömrük bəyənnaməsi. Burada suallar çox verə bilərsiniz. Mən də cavab verə bilərəm sizə. Pozisiyalar dəyişir. Ədəbi məlumat çox fikir söyləyirəm. Burada mən seçmişəm ki, ən operativ olanları da belə deyək. YGB, idxal. YGB-nin ədəbisi. İnvoice qoyuluq. Gömrük bəyənnaməsi təsdiqləndisə, o bir yazılacaq. Ödənişi bir, əvəzləşməsi bir. Qaymə kimi baxılır buna. Qaymə necə bu da elə yanaşılır. Amma burada bir neçə məsələ var. Deməli bizə gələn qaymənin ədəbisi kreditor borcdur. Bizə gələn idxalın ədəbisi kreditor borc deyil, öhdəlikdir, gömrüyün qarşısında. Aydındır? Ona görə burada 2.2.5-dən getdik alışda. Buradakı idxalın alışında 2.2.3-dən gedir, öhdəlik. Deməli gömrük 50 min dəyərində malı idxal eləmişik. Gömrük bəyannaməsinin 32-ci qrafasında burada 9000 ədəbi var. 9000 ədəbi, həmin 9000. Buradakı 9000-i 1.4-1-ə yazıram, bir də 2.2-3-ə yazıram. Sütun 2-lə. Gəlirəm bura. 1.4-1 alışın ədəbisi 189 min edirəm bunu. Sonra aşağıda 369 min edirəm bunu. Bu formada yazdım. 9000 artırdım. Sonra düşürəm aşağı. Bunun ödənişi oldu mu? Oldu. Puldan 9000 azaldıb gətirib öhdəlikdən silirəm. Pulu götürüb öhdəliyə gətirirəm. Pul vəsaiti 1.5 189 min. Burada da 279 min, 1.4, 2.2-3-dən sildim. Bu formada video təkrar baxanda gedəriniz götürərsiniz. Əvəzləşmə oldu mu? Oldu. Əvəzləşmə oldusa 1.4.1 və 2.2.1-3-dən azalacaq. Əvəzləşmə vergini azaldır, bir də dövlət büdcəsinə debitor borcları azaldır. Gəlirəm burada 1.4.1 189 min, bir də dövlət büdcəsinə vergi 90 mindən düşəcək 81 min. Çünki əvəzləşmə artdı. 189 min əvəzləşmə oldu. Bu formada 81 min. Bunu da bu formada yazdıq. Sonra avans. Avans daxil oldu bizə. Bizə avans gələndə neydi? Avans pulu artırır və vergini artırır birbaşa. İndi o da yazılışı uzada bilərik. Belə bir yazılış verə bilərik. Deməli avans gəlibsə ədəbinin avansın ədəbisi 48600, nəyin ədəbisidir? 250 min manatdır. 250 min əsas məbləğ gəlib 48600 də 36 min. Bizə zəng dəqiq olsun ki, yanlış olmasın. 270 min ədəbisi, üzr istəyirəm. 270 min mənə avans ödəyiblər. Hə, gəlin yazaq. 270 minin ədəbisi 48600-dür də. Pul gəlibsə, bunu yazıram, pulu artırıram. 270 o da 270. 271 var idi, bir dənə də gəldi avans. Ədəbi oldu 540 min burada. Üzr istəyirəm, qarışdırdım, gözləyim, qarışdırdım. 270 yox, 48600. 48600, 270 min başqadır. 48600 plus 270 min. 318.600 idi, yenə toplayaq, səhv oldu, tapa bilməyəcək. 15 dəqiqə ağır olacaq. 270 min, üstə gəlir 48600. 318.600. Pul vəsaitini artırıram. Avansda və yaxud belə eləyə bilirik. Bu alınmış avansın ədəbisi bura yazılır. Alınmış avans birbaşa gətirilir, bağlayırıq vergiyə. Vergiyə. Dövlət büdcəsinə vergi öhdəliyi. Alınmış avans birbaşa vergiyə. 200 bunu da eyni məsələ, bu da olacaq 318.600. Bu formada bərabərlik düz çıxmalıdır. 219.600, 219.600. Yazılışı bu formada verin. Əlavə suallar yarana bilsəniz, yarasına baxsa soruşarsınız, indi olsa indi soruşa bilərsiniz. Bu formada ən sağlamı budur. Hətta ədəbi ilə dolduranda uyğunsuzluqlar gəlir, açıqlama verərsiniz ki, bu belə. Aydın fikrin açıqlama. İndi mən yenə sizə deyirəm. Mən bunu sizə belə bunu ədəbisiz öyrətsəm sizə. Uyğunsuzluq gəlməyəcək əlavə edirəm. Yəni birinci versiya ədəbisiz, ikinci versiya ədəbi, üçüncü versiya birinci ilə ikincinin cəmidir də. Biz ikini istifadə etmirik, ya biri ya üçü. Əsas məbləğ yazında vergi tutmuq ədəbiləri. Ədəbi ilə yazanda bəzən uyğunsuzluq verir ki, debitor borcun nə çoxdur sən? Deyirsən ki, ədəbi daxildir də. Hə, o məsələlər. Debitor borcun niyə çoxdur? Ədəbi daxildir. Hə, vergi öhdəliyi və sair yaxud deməli buradan belə bir nəticəyə ədəbi yazılmalıdır. Verginin ab sistemi o gücə malik deyil. Biz yazmalıyıq, açıqlamamızı veririk, məsələ bağlanır. 63 min keçdi, hesabat təsdiqlənir. Onun qorxusu yox. 61-ci iş günü rahat olun. Aydın yoldaşlar, yenə sizə deyirəm ki, nə danışmışdım, üstündə bu ədəbilərdə işləyəcəksiniz. Adi formada işləyəcəksiniz. Misal üçün pul vəsaitində debitorda işləyəcəksiniz. Misal üçün 1.4.2-də 1.4.2-də 360 min yox, 2 milyon 360 min yazacaqsınız. Burada 270 min yox, 1 milyon 770 min yazacaqsınız. Burada 590 min nədir? 500 plus 90 min qalıb borcunuz. Sizə borc. Və yaxud kreditorda 180 min yox, 1 milyon 180 min yazacaqsınız. Borcu ödəmisənsə, misal üçün borcun 1 milyon 62 min ödəndi. 1 milyon 62 min çox getdi. Hələ bir 118 min borc qalıb. 1 milyon 900 min əsas məbləğ ödəndi. 900 min ədəbisi ödəndi. 162 min 118 min qalıb. Bu məsələlər var. Vergi istihbarat kameramı zəng eləyir. Gözünü bu çəkilişi saxlayaq. Keçdi qeyri rəsmi məlumatlara. Gözləyin, deməli. Bunu hardan saxlayım?